Siz çox eşitmisiniz ki, məsələn, alimlərdən biri, rəhmətli Hacı da bu məsələyə toxunub, yadımdadır ki, alimlərdən biri deyirdi ki, məsələn, bir nəfər gecə namazı qılmaq istəyirdi. Gecə namazı qılmaq istəyirdi, deyirdi ki, dura bilmirəm, çətindir axı, dura bilmirəm, sübhə güclə dururam hələ, sübhdən qabaq necə durum. Deyirdi ki, bir insan hətta belə də eləsə təsiri, alim deyirdi bunu, deyirdi ki, insan məsəl üçün gecə dursun bir dəfə, məsəl üçün də zəng qursun, dursun, gedə bilmirsə də, gedib dəst namaz alıb gəlib namaz qıla bilmirsə də eybi yoxdur. Yerində otursun, desin ki, ilahi durdum, başqa heç nəyə gücüm çatmır, mənəviyyatım əl vermir, nəfsim çox güclüdür, amma elə 3 dənə Subhanallah deyirəm. Səni yad edirəm. Subhanallah, Subhanallah, Subhanallah. Allahümmə salli alə Muhammed və ali Muhammed desin, yatsın. Bu gecə namazıdır? Yox. Bunun gecə namazının heç o 2 rükəti də eləmir də, amma gecə namazını ələ gətirmək üçün eləyirik də bunu. Gecə namazını ələ gətirmək üçün eləyirik.